Bərdə rayonunda ailə, qadın və uşaq problemləri üzrə komissiyanın növbəti tədbiri keçirilib. Bərdə rayon İcra Hakimiyyəti yanında yaradılmış ailə, qadın və uşaq problemləri üzrə komissiyanın və qeyri-rəsmi gəlir ilə idarə etmənin Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Əhmədov adına Mirzəxan kənd tam orta məktəbinin dəstəyi ilə qadınlara qarşı zorakılığa son adlı maarifləndirici görüş keçirilib. Görüşdə komissiyanın sədri Səfura Hümbətova, üzvləri Tamilla İbadova, Liza Cabbarova, qeyri-rəsmi gəlir ilə idarə etmənin Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkilinin qrupunun baş inspektoru Arzu Rəşidzadə, inspektoru Şahzadə Ağayeva, həmçinin Mirzəxan kənd məktəbinin direktoru Ruhiyyə Ağayeva, məktəblilər və valideynlər iştirak ediblər. Çıxış zamanı qeyd edilib ki, bu cür maarifləndirici görüşlər keçirilərək cəmiyyətin ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın qarşısının alınması, qadınların öldürülməsi, döyülüb söyülməsi, mənəvi fiziki şiddət görməsinə diqqət çəkməyə, sosial səfərbərlik yaratmaqla bu problemin həlli yollarının tapılmasına, problemin həll edilməsinə kömək göstərməyə çalışırıq. Dünyada hər il zərif cinsin neçə-neçə nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı seçkiliklə üzləşirlər. Bildirilir ki, belə problemlərin yaranmasının qarşısının alınması hazırda əsas vəzifələrdən biridir. Bugün ölkəmizdə dövlət tərəfindən bu istiqamətdə bir sıra tədbirlər görülür, maarifləndirici layihələr həyata keçirilir. Görüş mövzusu ilə bağlı müzakirələr davam edilib. Dilbər Vüqar qızı, Bölgə TV.